Yazmışam dəftərə inşallah, onları başlayıram bir-bir sizə danışmağa. Şəfaət eləyənlərdən biri şəhidlərdir. Şəhidlər şəfaətçidirlər. Necə ki, bu dünyada öz canlarından keçdilər, bir milləti xilas elədilər, torpaq uğrunda canın verdilər, din uğrunda canın verdilər, yalnız özlərini düşünmədilər. Bu prinsiplə baxsaq, elə orada da özlərini yalnız düşünməyəcəklər. Orada da bir neçə nəfərin əlindən tutacaq, deyəcək, İlah və Rəbbim, ki, sən ki, mənə hörmət edirsən, şəhidə qiymət vermirsən, dəyər vermirsən, həmən hörmətə görə, indi filan kəsin istəyirəm, əlindən tutum, aparım cənnətə, bunu mənə izin verərsən, yoxsa yox. Allah o şəhidin hörmətini sındırmaz. Deyər, bəli, icazə ver. Mən sənə izin verdim. Sən mənə görə canından keçimsən ki, can şirindir. İndi sən bir dənə bir şey istəsən, mən verməyim onu, sənə olmaz ki, verirəm sənə. Şəhidlər. Şəhidlərə çox ehtiram olunur. Hədislərə baxsınız, Qur'anın ayələrine baxsınız, şəhidlər çox ehtirama layiqdirlər. Hətta qiyamət günü, bilirsiniz də, indi orada cənnət olacaq, bağlar olacaq, evlərimiz olacaq, evin qonşusu olacaq. 2 nəfər qonşu orada bir-birinə mübahisə edəcək. Təsəvvür edin, pis mübahisə yox. Cənnətdə o cürlə mübahisə yoxdur. Nəfsani mübahisə yoxdur. Mən deyən olsun, belə söhbət yoxdur da, mən yoxdur da. Bu mənada. Mənəmçilik yoxdur da. Orada bir dənə Allah var. Onu başa düşüb deyənə gəlib çıxıb da ora. Bunu başa düşməsəydi, onun cənnətdə nə işi var idi? Başa düşüb ki, mənəmçilik olmaz, Allah deyib, buyur, gəl cənnətə. İndi ki, gəlib cənnətə də mübahisə də mən uğrunda deyil, mən ətrafında deyil. Mübahisə də şirindir. Mübahisə nədir? Söhbətə bax. Biri deyir, mənim evim şəhidin evinə yaxındır. O birisi deyir, yox, mənim evim yaxındır. Fəxr edirlər. Deyir, yox, gəl istəyən baxaq, mənim evim yaxındır şəhidin evinə. Deyir, yox, mənim evim yaxındır. Mübahisə edirlər. Şəhidin mənzilinə, məqamına bax ki, orada 2 nəfər mübahisə edir ki, mənim evim onun evinə yaxındır ya. Şəhidin bu qədər qiyməti var və Peyğəmbər deyir, qiyamət günü cənnətdə bir süfrə açılar, mən və İbrahim Peyğəmbər o süfrədə əyləşər, şəhidlər də yığışar bizim ətrafımıza. Bizlə birlikdə süfrədə əyləşərlər, oranın qidasından qidalanarlar. Yemək həmişə var, amma kimlə yiyirsən o mühümdir. Yemək verəcəklər də cənnətdə, verəcəklər. Amma kimdən süfrədə əyləşmirsən, mühüm odur. Burada onu təyinləşdir. Burada onun üçün çalışma ki, gedim cənnətdə o bulağından istifadə edeyim, meyvələrindən istifadə edeyim. Onlar inşallah olar. Amma çalış, biraz hədəfin böyük olsun. Böyük bir hədəf uğrunda yaşa. O hədəf də bu olsun ki, Peyğəmbərlə qonşu olasan, onu ilə bir süfrədə əyləşəsən, onu ilə birlikdə Bismillah deyib çörəyi qoyasan ağzıva. O çörək çox şirin olar. Düzdür, şirindir, daha şirin olar. Şəhidlər şəfaətçidir. Bu bir. 2. Şəfaətçilər qonşulardır. Qonşu şəfaət edəcək. Qonşunun gələk qədir qiymətini insan bilir. Xüsusilə imanlı, inanclı insanlara tövsiyəm. Qonşularımızla gözəl davranmaq, olduqca gözəl davranmaq. İndi ola bilər də hər yerdə bir dənə pis qonşu var. Biraz dözmək lazımdır, səbirli olmaq lazımdır. Bilirsən, ona əxlaq da göstərsən, görsən, islah olmaq istəmir. Eybi yox. Biraz da döz. Düzdür, həddini aşmasın. Amma biraz da sən də səbirli ol, o inşallah düzələr. Əgər doğrudan da sən ehtiram eləsin qonşularına, qiyamət günü əgər görsün bir dənə qonşun, gedir indi məsələn cəhənnəmə, Allah sənə o qüdrəti verib ki, Allaha bir dənə əlvi qaldırasan, deyəsən, İlah və Rəbbim, qonşum olub axı. Da hörmətim var axı mənim sənin yanında. Bu hörmətə görə o qonşu istəmirəm getsin cəhənnəmə. Onlar şəfaət edəcək qonşularını ki, bu dünyada incitməyiblər. Bu dünyada qonşusunu incidən nə şəfaət edəcək ki orada? Hələ onun sorğu-sualından qutarsa böyük şeydir. Hələ biz onun şəfaətini qoyaq, şəfaət elə böyük söhbətdir. Bu dünyadakı qonşular onun əlindən zara gəlib, əziyyət çəkir, hər şeyi söz eləyir. Qonşu bir dənə iş görə bilmir, o saat çıxdın, bunu niyə eləyirsən? Eləyir də, nə evə gəlir, niyə eləyir? Hər şeyi söz eləyir. Elə qonşulardan Allah bizi sağlasın. Amma qonşulara ehtiram eləyən insanlar qonşuların şəfaətçisi olar. İmam Sadiq əleyhissalam buyurur, Əl-car yəşfəu licərih. Qonşu qonşusuna şəfaətçi olar. Bu 2. 3. Qohum əqrəba sizə, ya siz onlara şəfaətçi olacaqsınız. O qohum əqrəba ki, onları xatırlayırsınız. O qohum əqrəba ki, yalnız xeyir işlərdə yadımıza düşmür. O qohum əqrəba ki, simalarını unutmamışıq.
Birdən gəlir, məsələn, məclisə, baxırsan, bu kimdir? Deyirlər, filan kəs deyə qohumundur. İtirir özünü, gedib gəlmir axı tanısın da. O qohum əqrabadan söhbət getmir. O qohum əqrabalardan söhbət gedir ki, uzaqda olsa belə, heç olmasa zəng edir, halın soruşur, əhvalın soruşur. Necəsən, yaxşısan, ehtiyacın var mənə, dərdin var, dərdi və şərik olun. O qohumlardan söhbət gedir. Və belə də olmalıdır, gələk insan öz qohum əqrabalarını unutmasın. Mənə hərdən yaxınlaşır cavanlar xüsusilə, deyir, elə qohumlarım var ki, çox pisdir. Çox pisdir. Orada baxın. Görürsən, daha səni də Allahdan uzaqlaşdırır. Orada istisnamız var. Da bir də görürsən, yox, səni şəxsi əziyyət verir, dinivə yox, sənə şəxsi əziyyət verir, o şəxsi əziyyətə dözmək olar. Şəxsi əziyyəti qoy, kənara ged ora. Amma görürsən, yox, dinivə zərbə vurur, səni də dindən uzaqlaşdırır, o qohumla neyniyək ki? Allah onu hidayət eləsin. Bunu deyə bilərik namazlarımızda, dualarımızda, ibadətlərimizdə. Orada da gələk diqqətli olaq. Bu 2-3. Dördüncü məsələ mələklərdir. Mələklər sizə şəfaətçi olar. Mələklər şəfaətçi olacaq. Mələklər elə bu dünyada ikən bəzi insanları dua eləyir. Mələk dua eləyir. Quranda ayə deyim sənə 2 dənə. Buyurur, yəstəğfirunə lilləzinə amenu. Mələklər yer üzərində olan imanlı insanlar üçün istiğfar diləyirlər. Deyirlər, Allah, bu mömini bağışla. Bir dənə də ayə deyirəm sənə. Buyurur, yəstəğfirunə limən fil ərd. Yer üzündə olan yaşayanları Allahdan bağışlanmaq deyirlər. Da burada imanlı insan demədi. Deyir, yer üzündə olan, məsələn, belə izah edimsə, insanlar üçün nə deyirlər? İstiğfar. İnsanlar 2 qrupa bölünür axı. Bəzisi imanlıdır, bəzisi imansızdır. İndi ayə bir yerdə deyir imanlı insanları, bir yerdə deyir yox, bütün insanları. İndi ayə ziddiyyət təşkil edir. Tez qərara gəlmə, bəli, yox, ziddiyyət təşkil edilmir. Bəs nədir cavabı? Cavab budur ki, mələk yer üzünə baxır. Haradakı nur görür, onu dua edir. Mələk nur görür, çünki o nurdan yaranıb. Nur harda var? Nur da müminin, imanlı insanın qəlbində olur. O qəlbdə nur var ki, orada Allah var. Orada ki, Allah yoxdur, orada nur yoxdur. Allahu nurus semavati vel ard. Göylərin və yerin nuru Allahdır. Ona görə mələk yalnız və yalnız nur görür. Ona görə Allah Teala deyir, əgər mələk insanları dua edir, baxır yer üzünə, bəli, dua edir. Kimləri görür? Hansı insanları görür, dua edir? O insanları ki, süb durur, əlin qaldırır, Allahu Ekber deyir, namaz qılır, qəzaya vermir, ailəsi ilə birlikdə qılır, Allahla münacat edir, dua oxuyur, Quran oxuyur. Mələk bunları görür. Mələk indi sizi görür. Mələk sizi görür. Mələk o günahkarlar ki, indi üzr istəyirəm bu ifadəyə görə, yığışıblar günah məclisinə, onları hardan görsün? Onlar zülmətdir, qaranlıqdır, qaranlığı görmək olar? Yox, nuraniyyət, işıq olan yerdə nəsə görə bilərsən? Ona görə ayə ziddiyyət təşkil eləmir. Mələklər dua eləyir bəzi insanları. Hətta sizə bir dənə yer deyim, bu il indi Kəbəyə hazırlaşan insanlar üçün deyirəm, həccə gedən insanlar üçün deyirəm, eşidin və bilin. Orada bir dənə yer var ki, Əli əleyhissalamın anasının daxil olduğu yerdir. Kəbə evinin kənarı var. Oradan Fatimə binti Əsəd daxil olub. Diqqətlə də baxmışsınız Kəbəyə gedənlər, yer bilinir. Yer bilinir. Baxan göz lazımdır. İndi biri deyir, yox belə deyil, gözü kordur. Sənlik, mənlik deyil. Baxır, görmür, neyniyək? Yox, görür, inkar edir, neyniyək? O yer var, dəfələrlə biz özümüz müşahidə eləmişik. Müşahidə baxmışıq da. Baxın, Peyğəmbərin xüsusiyyəti bu idi ki, o yerdə dayanardı, biraz dayanardı, baxardı, nəsə dua eləyərdi, nəsə deyərdi. Sahabələr soruşdu, Peyğəmbər, niyə orada dayanırsan? Dedi, siz bilirsiniz, bura hansı yerdir? Dedi, hansı yerdir ki? Dedi, elə ki, Adəm tövbə eləmək istədi. Həzrəti Cəbrail Adəmi gətirdi, həmən Kəbənin o hissəsinə tərəf. Gəldi, dayandı orada, həmən hissədə dayandı, əlin qaldırdı, dua elədi. Allah Adəmin tövbəsini qəbul elədi. Adəm tövbə elədi, Allah qəbul elədi. Ondan sonra Adəm əlin qaldırdı, bir dənə də dua elədi. Dedi, İlah və Rəbbim, o kəslər ki, buradan gəlib keçəcəklər, həmən hissədən, Kəbənin o hissəsindən. Oradan keçən mənim balalarım ki var, indi Kəbəyə gedəcəklər. Onları bağışla, məni ki bağışladın, onları da bağışla. Allah dedi, Adəm, sənin duan qəbul oldu. Bir neçə mələk göndərib Allah Taala ora, orada dayanırlar mələklər qiyamətə qədər. Oradan kim keçir, diyana birazca dua eləyə, mələklər orada o şəxsləri dua edir. İstiğfar deyir, Allah deyir, bunları bağışla. Mələklər oradan dua edir.
Ora elə bir yerdir. Biraz da maraqlı cəhəti budur ki, Adəm orada tövbə eləyib, Əli əleyhissalamın anası oradan daxil olub həmən evin içinə. Biraz da fikirləşsin, nə bilim nələr var bu aləmdə. Maraqlıdır. Heç də təsadüf deyil ki bu aləmdə. Təsadüf var. O bir dənə yarpaq düşür ağacdan. Sən deyirsən təsadüfdür. Yox, düşməlidir o. Düşməsə nizam pozular. Sən bilmirsən, mən bilmirəm. Aləmin nizamıdır o, nizamı. Məsələn, evi tikmisən, orada bir dənə daş olmasa ev nə olar? Dağlar da, hə? Məsələn, evin gələk hər tərəfli tikəsəndə olduğu kimi hər şey öz yerində olsun. O yarpaq gələk orada olsun. O yarpaq gələk o an düşsün yerə. O an düşməlidir yerə. Ona görə ariflər baxanda aləmə ağlaya-ağlaya baxırlar. Yarpağa baxır, ağlayır. Ağaca baxır, ağlayır. Deyirsən, niyə ağlayırsan? Deyir, görmürsən Allahın əzəmətini.